Ağstafa Şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi iş yerində ölüb. Hadisə oktyabrın 24-də qeydə alınıb. Məktəbdə fortepiano müəllimi işləyən 41 yaşlı Günel Hüseynova işdə olduğu vaxt səhhəti pisləşib. O, təcili yardım vasitəsilə Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Kolektivimizin dəyərli bir müəllimi Hüseynova Günel Saqif qızı qəflətən dərs zamanı ürək tutmasından vəfat elədi. Bu bizim üçün çox ağır bir itkidir. Məlumat üçün deyim ki, Hüseynova Günel uzun zamanlı kollektivimizdə çalışır, piano müəlliməsi idi. Kollektiv arasında çox böyük hörmətə malik idi, çox səmimi bir yoldaş idi. Şagirdlərinlə hər zaman gözəl münasibətdə olan müəllimə idi. Nə qədər səhhətinə hansı bir şikayəti olmuşdu bu kimi ürəyim ağrıyor? Yox. Elə bir şikayəti yox idi. Öz üzərində çalışan, gözəl, səmimi, tərbiyəli, qanacaqlı, hər zaman işində öz gücünü göstərən, bax elə çox gözəl. Oktyabrın 24-ü saat 16:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağstafa rayonundan çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Ağstafa Təcili Tibbi Yardım Briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxsə tibbi xidmət göstərilib və aqonal vəziyyətdə Ağstafa rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:05 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyitin xarici müayinəsi zamanı xəsarət izi aşkar olunmayıb. Faktla bağlı araşdırma aparılır.